Əziz izləyicilər, STEM vaxtı verilişinin 2025-ci il üzrə yekun buraxılışında hər birinizi xoş gördük. Bugün geridə qoyduğumuz məhsuldar bir ilin ən vacib məqamlarını sizinlə bölüşəcəyik. 2025-ci il ərzində reallaşdırdığımız təşəbbüslər STEM təhsilini yeni mərhələyə yüksəltməklə yanaşı, gələcəyin innovativ düşüncəli gənclərinin formalaşmasında müstəsna rol oynayıb. Yola saldığımız il ərzində 4000-dən çox müəllim və tələbələr STEM təlimlərinə cəlb olundu. Bu ildən etibarən 3-cü siniflərdə də tətbiqinə başlanılan layihə 2025-26-cı tədris ilində 300 mindən çox şagirdə əhatə etməkdədir. STEM mərkəzləri aktiv fəaliyyətdə olmuş və müxtəlif təlim proqramları ilə 10 mindən çox şagirdin robotexnika, proqramlaşdırma, incəsənət və mühəndislik sahələrində biliklərini genişləndirmişdir. Növbəti ildən etibarən yeni təlim proqramlarımız tətbiq olunacaq və bu sayədə daha çox şagirdin innovativ texnologiyalarla tanışlığı təmin ediləcəkdir. Hər il olduğu kimi, bu ildə STEM İnnovasiya Mərkəzi müxtəlif yaş qruplarından olan ziyarətçilərin böyük maraq göstərdiyi məkan oldu. İl ərzində minlərlə şagird, tələbə, eləcə də yerli və xarici qonaqlar mərkəzdə texnoloji yeniliklər, interaktiv laboratoriyalarla tanış oldular. İştirakçılar innovativ yanaşmaları özündə birləşdirən fəaliyyətlər həyata keçirdi, elmi əsaslı müzakirələrdə iştirak etdilər. STEM Azərbaycan il boyu təşkil etdiyi həyəcanverici yarışlarla gənc istedadların innovativ idealını reallığa çevirib. Keçirilən yerli və regional turnirlər şagirdlərin robototexnika və süni intellekt sahəsindəki potensialını üzə çıxarıb. Vex Robotics Competition, HC Grand Prix Pro, sualtı suüstü dron kimi iri həcmli respublika turnirləri, həmçinin yay məktəbləri həyata keçirib. STEM layihəsi 2025-ci il ərzində yalnız yerli fəaliyyətləri ilə məhdudlaşmayıb. Eyni zamanda beynəlxalq səviyyədə də geniş əlaqələr qurdu. Müxtəlif ölkələrdən olan təhsil müəssisələri, təşkilatlar və mütəxəssislərlə əməkdaşlıq edərək innovativ təhsil metodlarının paylaşılmasına və yeni texnologiyaların tətbiqinə töhfə vermişdir. Beynəlxalq konfranslar, seminarlarda iştirakı, xarici tərəfdaşlarla birgə həyata keçirilən layihələr və mübadilə proqramları STEM-in qlobal şəbəkəsini daha da gücləndirdi. İldən etibarən 3-cü siniflər üçün STEM dərsi tədris proqramına daxil edilmiş və bu məqsədlə xüsusi olaraq mütəxəssislər tərəfindən kurikulum sənədi və tədris proqramı hazırlanmışdır. Bu dərslik ibtidai sinif şagirdlərinin yaradıcı və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmək, onlara müasir texnologiyalarla tanış olmaq və STEM sahələrinə erkən yaşdan maraq yaratmaq üçün nəzərdə tutulmuşdur. Eyni zamanda 5-9-cu siniflərin tədris planı üzrə təkmilləşdirmə işləri də aparılmışdır. Yola saldığımız ilin ən parlaq tədbiri STEM Azərbaycan Festivalı. 20-dən çox ölkədən 1400 iştirakçını bir araya gətirən bu platforma gənclərimizə tənqidi təfəkkür və komanda ruhunu aşılamaqla yanaşı, ekologiya və alternativ enerji sahəsində innovativ ideyaların mərkəzinə çevrildi. Beynəlxalq təcrübə mübadiləsi və 21-ci əsr bacarıqlarının vəhdəti olan bu festival gələcəyin mühəndis və alimlərini bir araya gətirdi. Yeni il, yeni ideyalar, yeni kəşflər deməkdir. STEM yanaşması ilə biz gənclərin düşüncəsini inkişaf etdirir, gələcəyin imkanlarını yaradırıq. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq,
Bizi birləşdirən dəyərlərimiz, dilimiz və həmrəyliyimizdir. 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü Və yeni il münasibətilə hər kəsə inkişaf yaradıcılıq və uğurlar arzulayırıq. Yeni iliniz mübarək deyilik. Bu il STEM təhsili sahəsində minlərlə yeniyetmə və gəncimiz öz potensialını kəşf etdi. Yenilikçi düşüncə tərzini inkişaf etdirdi və gələcəyin peşələrinə bir addım daha da yaxınlaşdı. Arzumuz yeni ildə birlikdə daha böyük uğurlara imza atmağımızdır. Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatla zəngin bir il arzu edirik. STEM vaxtı verilişi növbəti ildə yenilikçi məzmunu və maraqlı formatı ilə izləyicilərinə STEM Azərbaycan layihəsində baş verən ən son yenilikləri çatdırmağa davam edəcək. Bizi izləməyə davam edin. Hörmətli STEM Azərbaycan ailəsi, müəllimlərimiz, şagirdlər və innovasiyaya könül verən hər kəs. 2026-cı ilin gəlişi ilə sizə yaradıcılıq dolu layihələr, elm və texnologiyada yeni nailiyyətlər, uğurlu əməkdaşlıqlar və ilham verici kəşflər arzulayırıq. Yeni iliniz mübarək olsun. Qarşıdan gələn ildə o biraz cümlə düz gəlmir. dilimiz və həmrəyliğimizdir. Bunu kəsərsiniz. Həmçinin məktəblilər üçün çaşdım. Başım elə bilərdi. Yola saldığımız il ərzində 4000-dən çox müəllim niyə belə oldu? Orada çaşma oldu, onu düzəldəcəm. Daha çox şagirdin innovativ texnologiyalarla tanışlığı təmin ediləcəkdir. Bura nəsə qoyasınız, mən dönmüşüm. Dilimiz və həmrəyliğimiz. Belə dursam. Onda qız məndən qorxar. Elə bilər ki, başı olacaq. Belə qoysam. Onda da qız məndən hürkər. Elə bilər ki, Qarabağın pambıq beylər. Yaxşısı budur ki, başaşıq oturaram. Onda qızım məndən xoşu gələr. Elə bilər ki, abrızıvın qızım. Odur, o. Yaxşıdır. Yeni iliniz mübarək deyil. Azərbaycan Həmrəylik günü Əllərimiz istifadə edəndə fikrim dağılır. gülmədə yaxşıdır. Mərkəzdə texnoloji yeniliklər, innovativ... Yox, səhv dedim. Yeni iliniz. Şu, Məncə yaxşıdır. Hələlik.